İranda sərt xətt tərəfdarlarının nəzarətində olan dövlət televiziyası ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibafın əvvəlcədən lentə alınmış müsahibəsini translyasiya zamanı yarımçıq kəsdikdən sonra ciddi tənqid dalğası ilə üzləşib. Və bu hadisə geniş ictimai müzakirələrə təkan verən qalmaqala çevrilib. Müsahibə Qalibafın İranla Amerika Birləşmiş Ştatları arasında imzalanmış anlaşma memorandumuna qarşı radikal mühafizəkarların irəli sürdüyü ittihamlara cavab verdiyi anda kəsilib. Memorandumun əleyhdarları Qalibafın rəhbərlik etdiyi danışıqlar heyətini İranın dondurulmuş aktivlərinin ABŞ-dən kənd təsərrüfatı məhsullarının idxalı üçün istifadəsinə razılıq verməkdə ittiham edirlər. Qalibaf isə bildirib ki, eyni mexanizm artıq keçmiş prezident İbrahim Rəisinin hakimiyyəti dövründə tətbiq olunub. Müsahibənin ikinci hissəsi yalnız mühafizəkar və islahatçı siyasi dairələrin misli görünməmiş etirazlarından sonra yayımlanıb. Parlamentin media mərkəzi hadisədən dərhal sonra bəyanat yayaraq bildirib ki, müsahibənin tam versiyası efirdən 2 saat əvvəl İran Dövlət Teleradyo Təşkilatına təqdim olunub. Bəyanatda qeyd olunub ki, efirdən çıxarılan hissədə Qalibaf İranın nüvə obyektlərinin yoxlanılması, dondurulmuş aktivlərin taleyi və memorandumda nəzərdə tutulan 300 milyard dollarlıq bərpa fondu barədə irəli sürülən əsassız iddialara cavab verib. Bundan əlavə parlamentin sədri Ali rəhbər Müçtəba Xameneyinin memorandumla bağlı son müraciətini də şərh edib. Qeyd edək ki, həmin müraciət radikal siyasi dairələr tərəfindən ABŞ ilə danışıqlar əleyhinə mesaj kimi qiymətləndirilir. Dövlət televiziyası isə müsahibənin sadəcə 2 hissəyə bölündüyünü açıqlayıb və texniki nasazlığı səbəb göstərərək üzr istəyib və iyulun 1-də müsahibənin tam versiyasını yayımlayıb. Yayımlanan hissədə Qalibaf bəyan edib ki, İran hazırda ABŞ ilə heç bir formada danışıqlar aparmır və memorandumun 5 əsas müddəası icra olunmayınca yeni danışıqlara başlamayacaq. O, həmçinin sərt xətt tərəfdarlarına açıq çağırış edərək deyib, Stat, milli maraqları şəxsi siyasi düşmənçiliyə qurban verməyin. Əgər məndən probleminiz varsa, buna görə xalqın hüquqlarını tapdalamayın. Statın sonu. Yayım dayandırıldıqdan dərhal sonra sosial mediada müsahibədən çıxarıldığı deyilən hissələrin video görüntüləri yayılıb. Həmin hissələrdə Qalibaf bildirir ki, dondurulmuş vəsaitlərin ərzaq və dərman idxalına yönəldilməsi yeni mexanizm deyil və uzun illərdir tətbiq olunur. O, xüsusilə 2023-cü ildə rəisi hökuməti dövründə həyata keçirilmiş analoji mexanizmə istinad edib. Belə ki, Amerika Birləşmiş Ştatları 2023-cü ildə Cənubi Koreya banklarında dondurulmuş təxminən 6 milyard dollarlıq İran vəsaitinin Qətərin nəzarət etdiyi xüsusi hesablar vasitəsilə ərzaq, dərman və digər humanitar malların alınmasına yönəldilməsinə icazə vermişdi. Həmin vaxt rəisi hökuməti bunu mühüm diplomatik uğur kimi təqdim etmişdi. İranın Kənd Təsərrüfatı Nazirliyi də Qalibafın açıqlamalarını təsdiqləyib. Nazir Qulamrıza Nuri Qızılca bildirib ki, dondurulmuş aktivlərin kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilməsi mövcud memorandumdan əvvəl də tətbiq olunub. Onun sözlərinə görə 2022-ci ildə Amerika Birləşmiş Ştatları yalnız müəyyən şirkətlərdən məhsul alınmasına icazə vermişdi və alışların əksəriyyəti ABŞ şirkətlərindən həyata keçirilirdi. Müsahibənin dayandırılması sosial mediada geniş rezonans doğurub. Bir çox istifadəçilər diqqətə çatdırıblar ki, yayım məhz Qalibafın bu mexanizmin rəisi hökuməti dövründə razılaşdırıldığını söylədiyi anda kəsilib. Mühafizəkar jurnalist Səhan Burğani bu hadisəyə görə dövlət televiziyasının rəhbəri Peyman Cəbəli və onun müavini Səid Cəlilinin qardaşı Vəhid Cəlilini cavabdeh hesab edir. Onun fikrincə müsahibənin dayandırılmasının əsas səbəbi bu razılaşmanın rəisi hökuməti ilə əlaqələndirilməsidir. Siyasi analitik Fərhad Rızazadə Peyman Cəbəlinin istefasını tələb edərək dövlət televiziyası hansı səlahiyyətlə parlament sədrinin müsahibəsini yarımçıq dayandırır sualını verib. Qalibafın siyasi məsələlər üzrə müşaviri Əmir İbrahim Rəsuli isə baş verən olayı idarə etmə biabırçılığı adlandırıb. Maraqlıdır ki, islahatçı siyasətçilər də Qalibafı müdafiə ediblər. Prezident administrasiyası rəhbərinin protokol üzrə müavini Abbas Musəvi bildirib ki, Qalibafın izahları ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır və dövlət televiziyası yaranmış vəziyyəti aradan qaldırmalıdır. Baş verən qalmaqal İran siyasətində yeni siyasi konfigurasiyanın formalaşdığını göstərir. Hazırda ölkədə praqmatik mühafizəkarlarla islahatçılar arasında sərt xətt tərəfdarlarının təsirini zəiflətməyə yönəlmiş qeyri-rəsmi əməkdaşlıq müşahidə olunur. Qalibaf müharibədən sonraki dövrdə ölkənin əsas prioritetinin iqtisadi inkişaf və diplomatiya olduğu ideyasını ön plana çıxarmağa çalışır. Səid Cəlilinin ətrafında toplaşmış radikal mühafizəkarlar isə ABŞ ilə danışıqların əleyhinə çıxaraq daha sərt addımlar atılmasına, o cümlədən Ayətullah Əli Xameneyinin qisasının alınmasına çağırırlar.
Bu azmış kimi onlar son vaxtlar siyasi təsiri son dərəcə güclənmiş Məhəmməd Bağır Qalibafı, eləcə də prezident Məsud Pezeşkiyanı çevriliş cəhdində ittiham edirlər. Analoji ittiham qarşı tərəfdən də onların ünvanına səslənir. Odur ki, hazırki siyasi qarşıdurmanın nəticəsi yalnız dövlət televiziyasının gələcək rəhbərini deyil, həm də İranın müharibədən sonraki siyasi kursunu və hakimiyyət daxilində qüvvələr balansını müəyyənləşdirə bilər.